gördüğünüz maşın BMW F30'dur. Yaxınlaş bəli. Dekabrın 31 gündən qardaş yeni keçirə bilmirsə. Dekabrın 31-də maşın sönülü vəziyyətdədir. Və qardaşın götürdü maşını Qusar rayonuna. Qusardan gəlsin, nə qardaş? Qəbələdən. Estağfurullah. Qəbələdən gəlib yanımıza. Deməli, bu qardaşın deyir ki, qardaşım, atım sənin səhvəvi izləyir. Hər videolara baxır. Deyir ki, dekabrın 31-də iki qardaş aparıb bu uşağın yanına. Aparıb bu uşağın yanına. Axırda deyir, çıxıb gəldim bura. Maşın xoddanmır. Nə eləsin deyir, nə eləsin deyir, maşın xoddanmır. Maşının bir neçə şeyləri yoxladı. Burada naxusu da sökdü, naxusu da yoxladı, naxusu tokda gəlir. Reykan da yoxladım, reykada təzyiq də var, təzyiq də saxlayır. TV'dən yoxladım, TV'də də işləyir. Sadəcə burada məsələn nədir? Bu yanacaq siləyiciləri, falçokalarda və sveçalarda problem var. Hamısı yaşlı sveçaların. Sveça ısladır. Bunun da sveçanın ıslama səbəbi farsunkadır. Birinci farsunkalar söküləcək, qoyulacaq stəndə ki, görə farsukada bıraxma var, yoxsa yox. Daha sonra isə sveçalar yenisi ilə arqanla əvəz olunacaq. Qardaş deyir ki, qardaşım imkan varsa orijinal qoyma, amma təbii ki, bizdə belə bir xidmət yoxdur. Nə olursa olsun orijinal qoyulmalıdır və bu mütləqdir, şərtdir ki, avtomobilə hər bir detala orijinal olmalıdır ki, sonra da BMW səni incitməsin. Burada da gördüyünüz bir dənə BMW F30'umuz var. Onun alqı-satqı yoxlanışını elədik. Qardaşlar gətirirlər, qoydular yanımıza. Avtomobildə bir çox işlər görüləcək. Həm turboda balıq problemi var, həm elektrik problemi var. Bir neçə xidmətlərini də görüb inşallah avtomobil sahibinə təhvil verəcəyik. Təbii ki, hamısı zəmanətlə. Təşəkkürlər, izləmədə qalın.